Bugünkü müayinəmizə 23 yaşında cavan xəstəmiz müraciət edib. Pasientdə uzun müddətli davam edən epiqastral ağrı və gəyirmə müşahidə olunur. İndiyənə kimi pasient hər hansı bir endoskopik prosedurdan keçməyib. Mütəmadi olaraq PPI preparatları pasient qəbul edir. Bugün biz pasiyentə gastroskopiya proseduru icra edərik və sonra isə mən sizlə nəticələrlə bölüşəcəm. Müayinə zamanı xəstəmizdə kardiya yetməzliyi və erodiv antral qastrit diaqnoz qoyuldu. Helicobacter pylori təyin eləmək üçün biz əlavə olaraq klot test analizi götürdük. 2 həftədən sonra xəstəmiz kontrol üçün yenidən bizə müraciət eləyəcək. Müalicəyə start verildi.